Bugün qurbağanın skeletini göstərmək istəyirəm, ətraflı. Digər şəkillərdə də göstərəcəm. Nəyə diqqət etməliyik? Düşəndə bizə istəyir miqdə, istəyir abituriyentlər və ya sertifikasiyada. Ümumiyyətlə, qurbağanın skeletini biz 3 hissəyə bölürük. Deyirik ki, kəllənin skeleti var, ətrafların skeleti, bir də gövdənin skeleti. Amma gövdənin skeleti deyəndə burada onurğa sütunu əslində nəzərdə tutulur. Sadəcə biz bunu onurğa sütunu deyə adlandırmırıq. Biz onu fəqərələrə bölürük. Deyirik ki, bir dənə boyun fəqərəsi var, 7 dənə gövdə fəqərəsi var, bir dənə də oma fəqərəsi var. Yəni, sadəcə onurğa deyə adlandırmırıq. Çünki onurğa adlandırsaq bunu, biz bunu gələk 5 hissəyə bölək. 5 hissəyə bölünmədə sürünənlərdə ilk dəfə olub. Ona görə bu şəkildə diqqət edirik. Oma fəqərəsi sonuncu fəqərədir. Buradan 7 dənə sayırsız gövdə fəqərəsi, bir dənə də yerdə qalan boyun fəqərəsi eləyir, kəllədən sonra gələn. Daha sonra düşürəm aşağı hissədə, şəkillərə diqqət edirəm. Sol və sağ hissədə göstərilən çanaq sümükləridir. Ortada quyruq fəqərələri birləşərək sümüyə əmələ gətirir. Buna quyruq sümüyü deyirik, fəqərə demirik artıq. Ona görə ümumi sayanda deyirik ki, 10 dənə sümük, 9 fəqərə var. Nəyə görə? Bütün fəqərələr sümük olsa da, bütün sümüklər fəqərə deyil. Ona görə 9-un saydıq, 1 burada, 7, 8, bir dənə də oma fəqərəsi elədi 9, bu elədi 9 fəqərə, amma bunlar 9 dənə fəqərənin 9-u da sümükdür. Həmçinin plus bir dənə quyruq sümüyü 10 dənə sümükdən ibarətdir deyirik. Diqqət eləyək nəyə? Bizə nə vacibdir? 1 ilə göstərilən kəllə sümüyüdür. Məsələn, 2 ilə göstərilən, biraz uzaqlaşdırım. Bu hissədə boyun fəqərələridir. Daha sonra gövdə fəqərələridir. Burada gördüyümüz 7 ədəd sonuncu oma fəqərəsidir. Daha sonra 6 çanaqdır, 4 ilə quyruqdur, bayaq dedim, 10 buddur, 11 ilə göstərilən baldırdır. Baldırda bunlarda qamış və incik yapışıb bir-birinə, birləşik şəkildədir. Bunlar ayrılır sürünənlərdə. Ona görə bu hissə, tamamilə baxın, bu hissə pəncə sümüklərinə aid edilir. Falanqalar, daha sonra ayaq darağı arxası, bunlar bizə vacib deyil, arxa pəncə sümükləri. Sonra yuxarı ətrafın sərbəst hissəsində də eyni şəkildə nəyi var, nəyi yoxdur deyə soruşa bilər. Bazı sümüyü var, sait sümüyü var bunlarda. Bunlara diqqət edirik. Sonra əl pəncəsi sümükləri və yaxud da ön pəncə sümükləri göstərilir. Digər şəkildə, məsələn, rus ədəbiyyatında necə göstərilir və adları necədir? Birinci hissədə yenə də eyni şəkildə boyun fəqərəsi, daha sonra gələnlər gövdə fəqərəsi, sonuncu gələnsə oma fəqərəsidir. Amma bunlar bunu bütünlükdə onurğa adlandırılır. Yəni rus ədəbiyyatında. Ortada gördüyümüz yenə də quyruq sümüyüdür, fikir verin. Heç yerə bu tərəfdən birləşməyib, quyruq sümüyüdür. Sağ və sol hissədə baxın çanaq sümüyüdür gördüyünüz. Sağ və sol hissədə çanaq sümüyüdür. Daha sonra gələn bud aşağı ətrafın sərbəstdir. Daha sonra yenə də baldır gəlir və mütləq şəkildə yazılır ki, qamış və incik sümükləri birləşik şəkildədir. Yenə də fikir verin, ayaq sümüyü, yəni ayaq pəncəsi burada göstərilir və yaxud da arxa pəncə burada göstərilir ki, bunlar arxa pəncəyə aid hissələrdir. Yəni şəkildə verilə bilər. Diqqətli olun, səhv salmayın burada bu hissələri. Eyni şəkildə bazı sümüyü, sonra sait sümüyü və əl sümükləri hansı ki göstərilib, yəni yuxarı ətrafın pəncəsi göstərilib. Burada da kəllə qapağı, daha sonra üz hissə, çənə hissə göstərilir bu şəkildə. Bir də yuxarı ətrafın qurşağını göstərmək istəyirəm, necə birləşmə əmələ gətirib. Yuxarı ətrafın qurşağına 7 sümük aiddir deyirik. 2 kürək, 2 körpücük, 2 qarğa, bir dənə də döş sümüyü aiddir. 2 kürək, məsələn bu birinci kürək, burada da digəri olur, 2 kürək. Daha sonra 2 körpücük deyirik biz buna. Körpücüklər hardadır? Baxın, bu gördüyümüz körpücük sümükləridir. Bu gördüyümüz 2 dənə körpücük sümükləridir. Baxın, burada göstərilib. Kürəyin digər tayı burada göstərilib. Körpücük, 2 kürək, 2 körpücük, 2 qarğa, hansı ki, baxın, burada göstərilən qarğa sümükləridir və döş sümüyü, bir dənə də döş sümüyü. Bir daha qeyd edirik ki, bunlarda döş qəfəsi yoxdur. Amfibilərdə döş qəfəsi yoxdur. Döş qəfəsi yoxdur deyə qabırğaları da yoxdur. Həmçinin döş sümüyü yuxarı ətrafın qurşaq hissəsinə aiddir.